Həmçinin İbrahim Aleyhisselamın gözəl nümunə olduğu yerlərdən biri oda atılanda səbirli olması. Oda atırlar. Təsəvvür eləyin, hansı məsələdə onu oda atırlar? O zaman ki İbrahim Aleyhisselam onların bütlərini, o batilləri sındırmışdı. Baltanı da bütün başından asmışdı. Onlar da axtarırlar, kim bunu eləyib bizim ilahlarımıza? Kim belə eləyib, kim belə eləyib? Deyirlər ki, bir cavan oğlan var. İbrahim deyirlər ona, eləsə o eləyəcək. İbrahim Aleyhisselam üçün elə bir cəza eləyirlər ki, öz ilahlarına kömək, ilaha kömək. Təsəvvür et, ilaha kömək edirsən. İbadət elədiyinə sən kömək edirsən. O necə ilah ola bilər? O sənin Rəbbindir, o sənin ilahındır, etiqad edirsən ki, o sənə kömək eləyir. Çətin ana düşüb indi sən ona kömək edirsən. Necə o sənə kömək eləyəcək? Allah Teala deyir ki, qalu harriquhu, onu yandırın dedilər İbrahimi. Vansuru alihatakum in kuntum fa'ilin. Yəni ona nəsə bir cəza verəcəksinizsə İbrahimə, onu yandırmaqla cəza verin ilahlarımıza kömək olaraq. İlah kömək eləm, ilaha sən kömək edirsən, o sənə kömək eləmir. Əyəbudunə mə la yaxluqu şeyən və hum yuxləqun və la yastati'unə ləhum nasra və la ənfusəhum yansurun. Onlar elə şeylərə ibadət edirlər ki, onlar məxluqdurlar, heç bir şey yaratmırlar, özləri də yaradılıblar. Onlara heç bir kömək eləyə bilmirlər, heç özlərinə kömək eləyə bilmirlər. Allah Teala deyir ki, onlar deyirlər ki, yandırın onu, ilahlara kömək eləyin. Bəzi o obyektlər var, şeyh demiş, onlara axıran da qoyurlar ki, oraya gələn pullara uğramasınlar. Belə ilah olar, belə əqidə, belə etiqad olar. Qulnə ya naru kuni bardan və salaman ala İbrahim. Allah deyir ki, biz oda əmr elədik. Onlar cəza verirlər, yandırırlar. Atırlar odun içinə. Lakin odun da, suyun da, dənizin də, dağın da, dərənin də Rəbbi Allahdır. Allah Teala'nın elmi hər şey əhatə edib. Allah Teala deyir ki, biz əmr elədik. Oda ki, İbrahimə sərin və salamat ol. Salamat alimlər deyirlər ki, niyə salamat? Çünki o sərinliyi də insana zərər verir. Fikir verin, İbrahim Aleyhisselam gözəl məqamlarda nümunədir hər bir müsəlman üçün. Hələ bəzilərini qeyd elədik.